Rəsul Quliyevin qızı Bakıya gəlib ki, pul aparsın. Şəkillərini çəkib paylaşırlar ki, güya Heydər Əliyevin məzarını ziyarətə gəliblər. Rəsulun qızı kimdir ki, ağası Şakiroğlu onu dövlət xadimi kimi təqdim edir? Bu işlərə cavabdeh olanlar hara baxırlar? Camaat Ramiz Mehdiyevdən danışır. Halbuki hamınız bilirsiniz, Rəsul Quliyev ondan da böyük vətən xainidir deyə Hacı Qalib deyir. 2005-ci ildə işarə gözlər ki, dövlət çevrilişi etsin. Bu sözlər hamısı Hacı Qalibə aiddir dostlar. Ramiz Mehdiyev çalışıb ki, mənim kimi adamları dövlətdən narazı salsın. Oğlum gəlib demişdi ki, ata, səni 26 apreldə həbs edəcəklər. Dedim ki, oğlum, qələt eləyirlər. Ramiz də qələt eləyir, Zakir də, Rüstəm də. Məni bir nəfər həbs etdirə bilər. O isə məni tanıyır. Bilir ki, xəyanətkar deyiləm. Onlar kimi pul xatirinə dostlarıma xəyanət etməmişəm. Kişi kimi yaşamışam, kişi kimi də öləcəm deyə Hacı Qalib mətbuata açıqlamasında deyir. Gərək Ramiz Mehdiyevə bu yaşında bütün bunlar olunaydı, Hacı Qalib də ürəkdən sevinəydi. Mən Allahın gücünü bilirəm. Bilirəm ki, Allah belə adamları mütləq cəzalandırır. İndi oğlum evdə oturub heç yerdə işləmir. Nəyə görə? Çünki Mehdiyevin ətrafındakı adamlar elə şayələrlə alırlar ki, oğlum sakit, sudan da təmiz adamdır. Gözlədilər ki, hökumətdən narazılıq edim. Xeyr, dövlətdən, prezidentdən narazı deyiləm. Dövlət istəsə evləri sökərdi. Amma toxunmadılar. Məni təxribata çəkmək istədilər. Ramiz Mehdiyevin prezident administrasiyasında işə götürdüyü xadiməni belə qovmaq lazımdır deyə Hacı Qalib buyurur. Çay paylayan adamı icra başçısı qoyub. Mən bu günü gözləyirdim. Cənab prezidentin müharibəyə başı qarışmışdı. Bunlar da əl-qol açmışdılar. Cənab prezidentin çörəyini yeyib, prezident bunun üçün nə istəsən edib. Ramiz isə altdan xəyanət eləyib.